Türkmenistandayıq. Türkmenistan prezidenti Berdimuhamedovun qonaqlarıyıq. Orada İdman Olimpiyadası keçməli idi, hazırlayırıq və bir neçə ölkənin kulinarları gəliblər. Mən orada deməli, hər bir ölkənin nümayəndəsinin 10 dəqiqəlik çıxışı var. Mənim 1 saatlıq çıxış verdim ona. Mən Berdimuhamedovun Türkmen Dəstərxanı kitabına rəy vermişdim onların xahişindən. O vaxtı səfirlikdən göndərmişdilər. Tanıyırdılar. Qabaqca Ermənistanda qabağa buraxanda mən stres çəkirdim. Oturdum ki, bu nədir? Mən oğlu niyə Ermənistan birinci çıxış eləməlidir? Sərkisyan da orada qonaqdırsan. Orada onların asasına vitse-prezidenti Qriqoryan çıxış edir. Qrişa çıxış edir. Qriqoryan nədir? Yadımdan çıxdı. Sonra bu çıxış eləyəndən sonra mənə verdilər sözü. Mən indi 1 saat çıxış edirəm və deyirəm ki, mən çox minnətdarlıq edirəm bu Ermənistan asasına ki, bəzi bizim xörəklərdən danışdılar, dolmadan, təndirdən, filandan. Mənim əlavə danışmağa ehtiyacım olmadı. Ona görə təşəkkür edirəm. Bu da başa düşmür, ürəkdən uzadır mənə təşəkkür qəbul edir. Çünki mən biraz oturanların da çoxunu dünya təşkilatlarından mən gətirmişəm ölkələri. Deyirəm, onsuz da bilirsiniz də bu dolma sözü, dolamaq və dolmaq sözündəndir. Böyük erməni alimi Malxazyanc 1944-cü ildə Hayastan nəşriyyatında İrəvanda çıxartdığı kitabında yazır ki, dolma türklərdən götürülüb, türkçə dolamaq və dolmaq sözlərindəndir. Ermənilərin böyük, bunlar qalxırlar, ölü buj adam qızarıb, partlayır da təzyiq qalxıbdır. Bunun uşaqlar da gülüşürlər. Böyük erməni alimi filan kəs deyir ki, bəs Moskvada akademik, çox böyük alimdir. O deyir ki, bəs bu xörəkləri biz türklərdən götürmüşük filan. Bunlar hər dəqiqə ölürlər. O şimdi çıxanda bunu həkim apardı, iradamda, həkimizə çağırdılar buna dərmanzat. Sözüm bunda deyil. İndi gəlmişik sərgiyə, Berdimuhamedovla hörmətli prezident, qardaş xalqın böyük şəxsidir, çox böyük işlər orada gördü. Yanında da bu Bambalı Sərkisyan gəlir, sifətində də zəhərmar. Gəldilər, birinci qoyulan sərgi Ermənistandan idi. 5-6 dəqiqə orada durdular. Sonra ortada bir sərgi vardı, ona keçib bizim qarşımızda dayandılar. Bizim qarşımızda dayananda mən Berdimuhamedov dedi ki, Tahir bəy, bəs sizin nəyə ehtiyacınız var, hansı arzularınız var filan. Dedim, valla burada indi bilmirəm, protokola uyğun deyil, mən siyasətçi deyiləm, sadə bir aşpaz babayam. Bilmirəm, desəm yaxşı çıxar-çıxmaz. Çünki bu elə bir dənə məsələ var, onu sizin baş nazir də həll edə bilməz. Qalan hər şey yaxşıdır, onu yalnız siz həll edə bilərsiniz. Dedim, valla bilmirəm, uyğundur, protokola uyğundur, sonra yaxşı çıxmaz, bir də məni çağırmazdır sizinlə görüşməyə filan. Deyinən də, çox belə doğru, yaxşı niyyətlə. Dedim, bilirsiniz də, mən sizin kitabınıza rəy yazmışam, o vaxt səfirlikən də. Dedim, bilirəm də, deyir. Nədir ki? Deyirəm, amma o kitaba sizin avtoqrafınız yoxdur mənə verilən kitabda. Bunu sizdən başqa heç kim verə bilməz. Bunun gözəl açıldı, avtoqraf verdi. Mənim gedib xarici ölkənin prezidentinə mən bir şey istəyərəm. Deyəcək ki, nədir? Buna öz ölkəsində lazım olar öz prezidentimə deyərəm də. Mənim özümün rəhbərim də var, prezidentim də var. Hər şeyim var mənim, Allah'a şükür, hökumətim də var. Mən niyə gedib başqa yerdə kimlənsə nəsə istəyəcəm? Amma çox böyük bir türk rəhbəridir və o xalq üçdə gözəl də yaşatır. Mənim ona çox böyük hörmətim var. Bunu imzalayandan sonra mən də dedim, üzr istəyirəm də, siz bilirsiniz, bizim keçmiş türk adətlərinə görə kimsə qazanla bir şey göndərəndə qazanı boş qaytarmazlar. Düzdür, mənim kitabım sizinki səviyyəsində ola bilməz. Amma hər halda mən də sizə pay gətirmişəm və yazmışam. Dedi ki, bəs siz dedi 2 dənə verirsiniz. Dedim ki, valla istəsəniz birini də yanınızdakına verə bilərsiniz. Sərkisyan başa düşmədi, sifət açıldı. Berdimuhamedov gülümsəyərək kitabı verir Sərkisyana. Onun da içində ermənilərin əleyhinə yazılar da var.
verir Sərkisana kitabı, Sərkisanın üzü açılır, götürür kitabı, Azərbaycanlılar buna kitab verirlər, Azərbaycan kulinarisi ingilis dilində. Bunun sifətə indi Berdi Muhammedov gülür, ətrafındakiler da gülüşürlər. Sağollaşdı, orada bir kəlmə də bu keçdi, sonraki sərgiyə keçdi. 2 sərgidən sonra Paşinyan'a dedilər, ya çatdı, kitabı az qala vızıldatdı, axıranam. Götürdü, çünkü hamı buna gülürdü. Dalınla indi baş nazir və onların xarici işlər naziri var idi. Onunla gəlirlər bizim Natsakanyan. Bizim süfrədə yemək dadına baxırlar. Yox, Nalbadyan idi deyən onda. Ha, Nalbadyan. Sarkisyan vaxtında Nalbadyan. O da qayıtdı ki, doğrudan da Qafqazda Azərbaycanlılar ən dadlı xörək pişirən Azərbaycanlılardı, Azərbaycan mətbəxidə. Baş nazir də yanında durubdu. Mən də Türkmenistan. Mən də qayıtdım ki, mən çox sevdirəm ki, Ermənistan rəhbərliyi heç olmasa bunu başa düşür. Zəhmət olmasa özünüzün savadsız alimlərinizə və mütəxəssislərinizə bunu çatdırın. Biz deməkdən yorulmuşuq. Bunu iki boğazına hokk elədi, qaldı. Oradakı səfirimiz rəhmətli, çox gözəl bir insan idi. Məni qucaqladı bunlardan sonra, inək balasını yalayım kimi, yalayır ki, biz eləyə bilmədik, deyə bilmədiyimiz sizdir. Orada da bunların hamısı çəkilib, sonra göndərdilər bizim Astevi də onu göstərdi, həmin anları, o Sərkisyanın zalım bu haqq hesablarını. Yanımdakilar daşbazlara icazə verirlər, uşaq zal var əllərində. Bunlar da dartınırlar, dedim, işiniz yoxdur, Sərkisyan gedəcək, yerinə o biri axmağın biri gələcək. Oturduğunuz yerdə döyüşün yolları var. Bəli. Həm də biz xalqın evində, xalqın qonağına əl qaldırmaq Türk qaydalarına uyğun deyil. Bu it də olsa, onun qonağıdır və onun hörməti ev yiyəsinə aiddir. İti vurmurlar, yiyəsinə görə deyirlər. İndi şükür Allaha, gözləyirik, cənab prezident bugün sabah onu da gətirib burada damazlığa salıb, danışdıracaq. Allah qoysun. İnşallah, sağ olun. Yəni, biz siyasətçi deyilik də, biraz başqa cürə, amma Stanislav Butkov o vaxt Singapurda dedi ki, bunlar deyirlər biz siyasətçi deyilik. Amma bunlar kimi dövlətini tanıdan və bu metodikadan istifadə edən heç kim olmayıbdı və bunlar ən böyük siyasət yeridirlər. Sonra Heydər Əliyev də rəhmətlik məktubunda yazdı ki, xalq diplomatiyasının ən güclü tərəfi milli mətbəxin daşıyıcılarının diplomatiyasıdır. Milli mətbəxin olan xalq diplomatiyasıdır. Heydər Əliyev çox böyük şəxsiyyət idi. Elə bir sahə yoxdur ki, orada onun xüsusi izi, xüsusi yol qoymamış olsun. Və mən çox sevinirəm ki, mənə Allah o xoşbəxtliyi verib, həm Heydər Əliyevlə görüşüb danışa bilmişəm. Həm İlham Əliyevlə, Mehriban xanım Əliyevlə, mən üzr istəyirəm, bizim çox gözəl şairəmiz Arzu xanımın şeirlərindən, onunla yazışma, onun kitabını mənə hədiyyə edib yazıb. Yəni, onları tədbirlərdə görmüşəm, ailə üzvlərini. Mənim üçün çox böyük bir önəm daşıyır və mənim Tahir Əmiraslanın həyat tarixçəsinin böyük bir hissəsidir. İnanın ki, onların o dəstəyi olmasa, sadəliyi olmasa, bu boyda iş görə bilməzdik.